Salam, vlog başladıram. 28-ə gedəcəyik. Alınacaq bir şeylər var. Günüm dolu keçəcək deyə dedim vlog çəkim. Həm də bunlar çox qəşəngdir. Düzü tam zövqümcə deyil, amma cəlbedici görünür. Belə də var. Sonra belə var. Hə, bu da mənim zövqümcə. Bunları daha çox bəyənirəm sayda. Əslində özü mənə təklif etmişdi video çəkim. Telefona sadəcə mesaj gələnə baxmışam. Yəni inanılmaz maraqlı keçdi. Cavanlar hamımız bir yerdə çox həmsöhbət olduq. Ona görə heç vaxt olmadı durub video çəkim orada. Durdum ki edit eləyim. Bugün videomu paylaşım. Saat artıq 2-3 olar. Baxdım ki ümumiyyətlə səs düşməyib. Necə düşməyib? Mən danışmışam. Təbii ki, gecə olduğu üçün, saat 1 olardı, gecə olduğu üçün normal həyatdakı səs tonumla danışmışam və videoda o səs tonu eşidilmir. Hələ də mənə incikdir, bilirəm qalmadığım üçün gecə. Amma məncə başa düşəcək mənki, yəni ümumiyyətlə utancaq biriyəm və gecə kiməsə evində qalıb özümə də kiməsə narahatlıq hissi verməyi də sevmirəm. Ona görə məncə məni başa düşəcək. Rəfiqəm özü də çox diqqətli qızdır. Yəni düşünün, orada onun özəl günüdür və orada mənimlə maraqlanırdı. Orada ondan təbii ki, inciməyə haqqım yoxdur. Onun başı qarışıq idi. Gələn-gedən onunla şəkil çəkdirirdi. Yəni yenə də buna baxmayaraq mənə qarşı o qədər diqqətli idi ki, mən bilmirəm öz nişanımda rəfiqələrimə qarşı bu qədər diqqətli olaram ya yox. Mən onun əmisi qızlarını, əmisi olanlarını tanımadığım üçün və bir də qıraq qohumları var idi. Onları bilmədiyim kimi idi, tam dəqiq dedilər, yadımdan çıxıbdı. Yəni oğlanlı, qızlı hər kəs oyun oynayırdı və təbii ki, tanımırdım. 90%-ni tanımırdım. Ona baxmayaraq mənə qarşı səmimi və rahat idilər. Belə yəni çox maraqlı keçdi. İstifadə etdiyim məhsulları və gün boyu nə dərəcədə qalıb. Yəni elə bir dolu bir gündə tərlənmişəm də, günüm aktiv keçib və saat hardasa 1-dən hazırlaşmışam. İndi sizə göstərəcəm. Saat indi gecə hardasa 1 olar. Yata bilsəm, çünki yuxu rejimim artıq pozulubdu. Onu qaydaya salmaq istəyirəm. İstəyirəm səhərlər durum yürüyüş eləyim. Burada biz tərəfdə bağ var. Orada gedib bəzən gəzirəm səhərlər. Hansı məhsullar üzümdə necə qalıb və mən quru dərili biriyəm. Üzümdə necə qalıb, teksturası necədir, bunlar haqqında da sizə məlumat verəcəm. Mən qaşlarımı təbii halda sevirəm və səliqəyə salmıram. Səliqəyə salmıram dedikdə, yəni belə deyim, aldırmıram. Bunu çəkməyi unutmuşam gecə, amma qaşlarımda gün boyunca necə qalıb, yəni nişana gedəndə saat 1 idi, səhv etmirəmsə tətbiq etdim qaşıma. İlk öncə də bunu vururam nəmləndiricidən və tonal kremdən öncə. Gecə 1 ya 2 idi üzümü yuyurdum, onda yağ tərkibli misellar sudan çıxardım, yəni onda çıxdı. Ən əsasda mənim üçün vacib olan qaşlarda ağ iz buraxmadı, yəni gün boyunca saat 1-dən gecə saat 1-ə qədər baxdım dəqiq, yəni yaxından sizin üçün də çəkim etmişəm. Heç yəni ağ qabıq kimi izlər buraxmamışdı, yəni çox razıyam bundan. Düzdür, balacadır, bəlkə deyəcəksiniz tez qutarır. Bunun qiymətinə başqa məhsullar var ki, çox dolu olur. Bunun effektini vermir, ona görə həmişə bunu alacağam. İstifadə etmədən öncə dedim sizinlə də paylaşım. Razı qaldığım məhsullar arasında da yağ tərkibli misellar sudur. Yəni üst təmizləyici vasitədir. Suya davamlı maskaralarda, çıxmayan dodaq qələmlərində, tonal kremlərində, hansı ki gec təmizlənən bir çox məhsullar üçün ən effektiv vasitədir. Mən bunun artıq səhv etmirəmsə ikincidə istifadə edirəm və çox razıyam. Siz bunu da artıq yarılamışam, çox razıyam. Yəni maskaralarda ən çox istifadə etdiyim məhsuldur. Çünki göz çevrəmdə qətiyyən yanma, qaşınma, qızartı hissiyatı yaratmır. Hətta səpki belə yaradan məhsullar var ki, yəni buna razıyam. Mənim üstümə düşüb deyə daim bunu alıram. YouTube izlədim. İndi üzümü yuyacağam və artıq çox pis yuxum gəlir, gedib yatacağım. Çox yorğunam və səhər tezdən dərsim var. Görürsünüz necə dağılıb, bilmirəm sizdə də elədir ya yox. Baxın, əməli başlı yayılıb. Hə, məndə çox uzatmır, onsuz da kipriklərim uzundur və həmişə, yəni nə vursam da mənə həmişə deyiblər ki, yəni kipriklərim çox uzundur.
Böyləcə istifadə edib bitirim deyə məcbur istifadə etdiyim bir maskara oldu. Yəni heç bəyənmədim. Niyə bu qədər viral oldu? Niyə istifadə etdiyim, razı qalmadığım məhsullar haqqında da şikayətimi bildirdikdən sonra artıq gedə bilərəm. Üzümü yuyum, qəşəng nəmləndirim. Bəlkə onları da çəkərəm, bilmirəm. Çox yorğunam, yatacağam. Səhər tezdən də dərsim var. Bu qədər. Hələ ki sizlə sağollaşım. Çünki bəlkə ardını çəkə bilmədim. Hər dəfə kəsik-kəsik olmasın deyə video. Gecəniz xeyrə. Eşidirsiniz də yəqin toyuqların səsini. Sabahınız xeyir. Bugün tez oyanmışdım. Həm də səhər dərsim var. Fikirləşdim ki, biraz durum yürüyüş eləyim. Yuxu rejimini qaydaya salmaq istəyirəm. Həm də hava çox qəşəngdir. Nə küləkdir, çox isti deyil. Nə də çox soyuq deyil, yəni sevirəm belə havanı. Dedim durum biraz gəzim. Belə. Oradan da dərsə gedəcəm. Görürsünüz də xoruzların səsini.